Salam, hər vaxtınız xeyir olsun yoldaşlar, hər birinizi xoş gördük. Bugün sizlərlə məndən işə qəbul imtahanı 2025-ci ildə istifadə olmuş qəbul suallarının Azərbaycan sualları nizamına baxmağa çalışacağıq. Suallar demək olar ki, qəbulda istifadə olunan suallardır. Düzdür, harasa 100% sualların özünü tapmamışıq, amma ən azı bir 80-85% sualları, variantları görəcəyiniz, tətbiq edəcəyiniz suallardır. Ən azından gedişatı biləcəyiniz suallar ki, nə gözdən qaçıb, nəyə diqqət etmək lazımdır. Sualların yığılmağında zəhmət əməyi keçən hər kəsə öz təşəkkürümü bildirirəm. Öncə başlayaq suallarımıza indi. Mətnlə bağlı doğru fikirləri müəyyənləşdirmək lazımdır. Bərbət mətni ilə bağlı bir fikirdir. Deyir ki, bərbət mizrabla çalınan musiqi alətidir. Ud tipli alətlər sırasına aid edilən bərbətin gövdəsi böyükdür, qolu isə uzundur. 16-17-ci əsrlərə kimi Azərbaycanda istifadə olunmuş mizrabla çalınmışdır. Əsasən saray musiqi aləti kimi istifadə olunmuşdur. Baxsaq, bunun haqqında da Azərbaycan klassiklərində və Nizami Gəncəvinin yaradıcılığında ətraflı məlumat verilmişdir. Tarixi mənbələrdən, eləcə Nizaminin yaradıcılığından məlum olur ki, bu alətin yaradıcısı öz dövrünün məşhur musiqisi, mahir ifaçısı Barbət olmuşdur. Əsasən saray məclislərində istifadə edilmiş bərbətlər çəng birlikdə çox gözəl səslənmişlər. Demək, biz doğruları tapmalıyıq. Bu musiqi aləti ilə bağlı məlumatlar yalnız elmi mənbələrdən əldə edilir. Bu yanlış bir fikirdir. Çünki biz həm tarixi mənbələrdən, həm də ki, Nizaminin yaradıcılığından bu məlumatı ala bilirik və Nizaminin yaradıcılığı da bizim üçün elmi mənbə yox, daha çox bədii bir mənbə, bədii bir nümunələrdir. Ona görə bir də verilən fikir yanlışdır. Yalnız elmi mənbələr deyə bilmərik. Alətin adının etimologiyasında onun yaradıcısının şərəfinə verilməsi təsadüfi xarakter daşıyır. Hər halda bu yanlışdır. Çünki bunun yarası barbət olubdur və adda adətən müəyyən bu kimi nümunələrdə biz buna çox rast gəlirik də. Hansısa bir nəyisə tapan adamın və yaxud da ki, nəyisə kəşf edən adamın əşya ilə öz adı arasında müəyyən bir bağlılıq bəzi hallarda ola bilir ki, bu da həmin o məqamlardan biridir. Ona görə o da bir təsadüfi xarakterdə yoxdur. O kəşf edib onun adını verə bilər də. Başqa musiqi alətindən forma müqayisəsini görə bilərik. Bəli, forma müqayisəsi var. Bu tipli alətlər sırasına bərbətin gövdəsi böyük, qolu isə uzundur. Bu tipli alətlərə daxildir. Udla bir növ forma cəhətdən müqayisəsi var idi bunun. Bir əsr müddətində istifadə olunan bu alət sonradan populyarlığını itirmişdir. Təbii ki, bu yanlış bir fikirdir. Biz bunun neçə əsr istifadə olunduğunu bilmirik. Bilirik ki, 16-17-ci əsrlərə kimi istifadə olunub. Amma nə vaxtdan, hansı zamandan bununla bağlı konkret bir zamanımız yoxdur. Saray musiqisində alətlərin kombinasiyası və ansamblı mövcud olmuşdur. Bəli, bunu götürə bilərik. Çünki burada bərbətlə çəngin birlikdə çox gözəl səslənməyindən danışır və həmin 5-dəki fikri buna əsasən çıxarmağımız mümkündür. Bu sualımızın doğru cavabı olacaq 3 və 5-də verilən fikirlər. İkinci sual frazeoloji birləşmələrlə bağlı uyğunsuzluğu istəyirdi bizdən. Frazemlə bağlı bu kimi sualları həll etmək üçün bizə sadəcə frazem bazası lazımdır. Başqa dilə qeyri-adi bir tərəf olmur adətən. Nə qədər yaxşı frazem bazamız olsa, bu kimi sualların öhdəsindən daha asan gələcəyik. Demək, frazeoloji birləşmə 1-də yazıb ki, nalamuxa vurmaq. Bunun antoniminə yazıb nə? Sözün üstündə durmaq. Nalamuxa vurmaq qəti fikir söyləməmək, tərəddüd etmək mənasını ifadə etmiş olur. Yəni, altdan üstdən danışmaq da bunun sinonimidir. Və nalamuxa vurmaq tərəddüd etmək mənasındadır, konkret bir fikir verməmək mənasındadır. Antonim isə sözün üstündə durmaqdır. Yəni bir fikir deyir, bir də fikri tam şəkildə yerinə yetirmək istəmir, bir isə fikrin üzərində tam şəkildə durur. Ona görə birdə verilən nümunədə hər şey qaydasındadır. Tərəddüd etmək onun mənasıdır, altdan üstdən danışmaq onun sinonimidir, sözün üstündə durmaq da onun antonimidir. 1. Uyğundur. Bizdən nə istəyir? Uyğunsuzluğu. Əl qaldırmaq. Əl qaldırmaq kimisə vurmaq, döymək mənasını ifadə edə bilər. Həmçinin əl qaldırmaq kimisə səs vermək mənasına da gələ bilər də. Məsələn, iclasda əl qaldırdı, səs verdi mənasında. Adətən bu kimisə vurmaq mənasında işlənmiş olur. İfadə etdiyi mənası yerindədir. Əl ayağa salmaq, əl qaldırmaqla bir-birinə sinonim olacaq bir ifadə deyil. Çünki əl ayağa salmaq məna cəhətdən nə deməkdir? Kiminsə işinə əngəl olmaq, mane olmaq mənasındadır. Amma bunlar bir-birinə sinonim ola bilməz. Ona görə ki də uyğunsuzluq var. Çox rahat şəkildə bunu götürdün. Üçüncü, başa açılmaq ifadəsidir. Başa açılmaq işləri azalmaq, nə bilim, müəyyən bir sərbəstlik qazanmaq, sərbəstləşmə mənasına gəlir çıxır da. Başa yazmaqla sinonimdir, başa qarşı olmaqla da antonimdir. Başa açılır, başa qarşı olur da. Burada uyğunluq yerindədir. İndi gələk dilə düşmə ifadəsi. Əslində bir nəyə çıxardan kimi sualın cavabının D variantı olduğunu rahat tapacaqsınız. Burada baxacağınız nümunə nədir? Dilə dişə düşmə ifadəsi hansısa bir yerdə, başqa bir məqamlarda həmin adamla bağlı mənfi mənada danışılmaq mənasındadır. Yəni, haqqında pis danışılmaq mənasındadır. Dilə düşə düşmək məşhur olmaq mənasında, amma mənfi mənada məşhur olmaq mənasındadır.
elin dilinə düşmək mənasını ifadə eləmiş olur frazoloji birləşmə olaraq. Elin dilinə düşmək mənasında. Amma elin dilinə salmaq kimisə dilə dişə salmaq mənasında bir-birinə münasibətdə sinonim kimi işlənəcək nümunəmizdir. Yəni nəticə etibarından hamısı da həmin o haqqında pis danışılmaq, mənfi mənada məşhurlaşmaq məqamına gəlib çatacaq. Amma söz atmaqla bu bir-birinə sinonim olar, daha doğrusu antonim olarmı? Xeyr. Dilə dişə düşməklə söz atmaqda hər hansı bir zid məna yoxdur. Zid məna olmadığına görə biz buna antonim də deməyəcəyik. Daha sonra qanını qaraltmaq. Qanını qaraltmaq ifadəsi acıqlandırmaq, dilxor etmək və s. bu mənaları ifadə edilmiş olur. Keyfini açmaqla bir-birinə əks məna ifadə eləyə bilər. Dilxor etmək mənasına gəlir. Amma qanına işləməklə bir-birinə sinonim ola bilərmi? Yox. Çünki bunların ifadə etdiyi mənalar bir-birinə fərqlənir. Qanına işləmək nəyisə təsir etmək, dərindən nüfuz etmək mənasındadır. Ona görə sənin cavabın olacaqdır 2, 4, 5-də verilən nümunələr. Üçüncü sual. Əvəzliyin cümlə üzvü olduğu hansı cümlələrdə ədad bağlanma vasitəsidir? Bax, birdə verilən nümunədə unutsa da nəyi, günü, hansı günü, bu günü. Biz burada bunu müstəqil cümlə özü kimi düşünə bilirik. Yəni, günü unutsa da sonradan hədiyyə almışdı şəklində işlənir. Bugün ifadəsi mürəkkəb zərf kimi işlənməyib. Sa plus da vəziyyətindəki da da miksəsi olaraq ədaddır. Və bu halında ədad tabeli mürəkkəb cümlənin tərəflərini bağlamış olur. Demək, 1. Sualımızın şərtini ödədi. 2. Bizim tərəflərdə çox olsa da buralarda yoxdur. Bax, burada verilən nümunədə bizim sözü özündən sonra gələn sözlə bir yerdə bir cümlə özüdür. Adətən bizim sözü əlaqələndiyi sözdə mənsubiyyət şəklisi olmayanda birinci tərəf təyin, ikinci tərəfdə müstəqil bir cümlə üzvü ola bilər. Amma tərəf sözü məkan mənasını ifadə edəndə bu nümunə parçalanmır. Çünki parçalananda cümlənin mənası qalmır. Tərəflərdə çox olsa da buralarda yoxdur. Cümlədə məna cəhətdən çatışmazlıq olur. Həmin o çatışmazlıq bizim sözü ilə tamamlandığına görə biz bizim sözünü buradan müstəqil cümlə özü kimi götürə bilmirik. Məsəl üçün, üçə fikir ver. Təmir olunsa da nə? Ev, bizim ev. Bu cümlədə bizim sözünü at. Ev çoxdan təmir olunsa da lafı qurumamışdır. Bizim sözünü orada işlətməyə xüsusi bir ehtiyacımız yoxdur deyə bunları biz rahat şəkildə parçalaya bilirik. Və sa plus da halındakı da da dedik ədaddır. Üçü də cavab kimi götürə bilirik. Bunun eynisini alsam belə bəyənməmişdir. Bax, burada belə var. Yenə ədaddır. Tabe mürəkkəb cümlənin bağlanmağında çıxış eləmişdim. Amma bu cümlədə əvəzlik müstəqil cümlə özü deyil. Alsam nəyi? Bunun eynisini. Əvəzlik üçüncü növ təyin söz birləşməsinin tərəflərində çıxış edib. Və burada əvəzlik cümlə özü deyil. Burada üçüncü növdür tamamlığın ifadə vasitəsi. Ona görə 4-ü də götürmürəm. 5-i də götürürük. M ədatı burada tabe mürəkkəb cümlənin tərəflərini bağlayan vasitədir. Obalar, hansı obalar? Bu obalar. Və bizim cavabımız olmalıdır. 1, 3 və 5-də verilən sual variantlar. Demək olar ki, nisbətən rahat bir sual idi. 4. Mətnlə bağlı yanlış fikri müəyyənləşdirmək lazımdır. Yallı ilə bağlı düşən bir mətnimiz vardı. Xalq rəqslərinə olan yallıların mənşəyi və yaşı dəqiq müəyyənləşdirilməyib. Ən qədim və geniş təsvirinə Qobustan, Gəmiqaya, Qayastü rəsmlərində, daha sonrası Nizami Gəncəvinin Xosrov və Şirin poemasında rast gəlinir. Digər xalqlarda da yallıya bənzər rəqslər mövcuddur. Yollular ibtidai insanların uğurlu ovdan sonra od ətrafında keçirdiyi şadlığın rəmzidir. Ova gedərkən sırayla gedib cəngəllikdə yol açma yozumu var. Ona görə də yollu adlandırılır. Rəvayətə görə ibtidai insanların uçmaq istəyindən yaranıb bu rəqs forması. Belə ki, bu yel əsdiyi zaman dağın zirvəsinə qalxaraq əl-ələ verib uçmağa hazırlaşmalarının simvolik göstərməsidir. Yelli adı da bununla bağlı olmuşdur. Hər iki versiya həqiqətə az oxşadığından rəqsin yallı adı daha doğru hesab edilmişdir. Bu da səhv-səhv sırayla düzülüb əl-ələ vermək, birlikdə olmaq mənasındadır. Yallıya bədii nümunələrdə rast gəlmiş olur, düzdür. Xosrov və Şirin poemasında görə bilirik bunu. Bədii ədəbiyyat nümunəsində görməyimiz mümkündür. Ona görə bu gedəcək. Çox-çox əvvəllər bütün tayfalar bu rəqsdən istifadə ediblər. Fikri bütün abzasları artırıla bilməz. Əlbəttə, məsələn, sonuncu abzasda daha çox adın yaranmağı ilə bağlı gəlinən qənaət ifadə edilmiş olur. Və biz bunu çox-çox əvvəllər bütün tayfalar bu rəqsdən istifadə edillər şəklində ümumiləşdirə bilmirik. Bu getdi. Yallının mənası tamamilə aydınlaşdırılıb. Xeyr, yallının mənası tamamilə aydınlaşdırılmamışdır. Burada sadəcə yallı adının necə gəlməyi ilə bağlı müəyyən bir fikirlər ortaya çıxartılmış olur. Və həqiqətə az oxşadığından yallı daha doğru hesab olunubdur. Tamamilə aydınlaşdırılma yoxdur. Buna görə cavab olar C variantı. İnsan cəmiyyətlərində oxşar ehtiyaclar, oxşar mədəni formalar yaradır fikri mətnə görə əsaslandırıla bilər. Bəli.
Yəni insanların fikir versən hər birinin ibtidai insandan uçmaq istəyi var da. Əl-elə verib dağın zirvəsinə qaçmaqla bağlı müəyyən bir ehtimal edilən fikir var. Ona görə biz bunu doğru cavab kimi götürə bilərik ki, müxtəlif yerlərdə yallı ilə bağlı belə bir şey yaşanıla bilirdi. Adın yaranması ilə bağlı səsləndirilən müəyyən fikirlər ehtimala dayanır. Bəli, bu hər iki versiya dediyi yuxarıdakı versiyalar ehtimala dayanmış olur da. 5. İkinci cümlədən fərqli olaraq birinci cümlədə nöqtələrin yerinə yaza biləcək hansı fikir uyğunsuzluq əmələ gətirir? Demək, ikinci və birinci cümlələri müqayisə etmək lazımdır. Deyəsən, olanları görəndən sonra o da buraya gəlirdi. Elə bir düşündürücü hadisə idi ki, təbii ki, hamıya təsir etmişdi. Fikrə münasibət bildirən söz təsdiq məzmunu ifadə edir. Bax, birinci verilən nümunədə fikrə münasibət bildirən söz modal sözdür və güman şübhə bildirmiş olur. İkinci verilən nümunədə təbii ki, modal sözdür və təsdiq mənası bildirir. İkinci cümlədən fərqli olaraq birinci cümlədə biri ora yazsaq uyğunsuzluq yaranır. Çünki birlə bağlı doğru bir fikir deyil bu. Zərflə amonim olan söz fe'l sifətə qoşulmuşdur. Bəli. İkinci verilən nümunədə zərflə amonim olan sözün fe'l sifətə qoşulması yoxdur. Amma biz burada görə bilərik ki, görəndən sözündə ən fe'l sifətdən çıxdı hal şəkilsidir, sonra qoşmadır. Və bu qoşmada zərflə amonimdir. Demək, 2-də verilən fikir doğrudur. Ədat işlənib, lakin bağlayıcı vasitə deyil. Birinci verilən cümləyə baxsan, ədat işlənməmişdir. Amma ikinci verilən nümunədə işlənmişdir. Və həmçinin oradakı bir ədatı bağlayıcı vasitə deyil. İkinci cümlədən fərqli olaraq birinci cümlədə biz bu fikri götürə bilmirik. Kökü fe'l olan, fe'ldən düzələn sifət işlənmişdir. Birinci cümlədə kökü fe'l olan, fe'ldən düzələn sifət işlənməyib. Bu ikinci cümlədədir. Düşünmək, düşündürmək, düşündürücü. İkinci cümləni ödəyir, birinci cümləni ödəmir. Ona görə uyğunsuzluq əmələ gətirdi. Xəbər şəklində olan söz ədatla amonim olan quruluşca sadə sözdür. Bəli. Birinciyə baxsan, burada xəbər şəklində olan gəlirdi sözü var ki, gəl fe'li deyir, gəl ədatı ilə amonimdir və quruluşca da sadədir. Amma ikinci cümlədə elə bir şey yoxdur. İkincidən fərqli olaraq birincidə bu doğru cavab idi. Cavab olur B. Əslində sual rahat bir sualdır. Sadəcə o ikinci və birinci cümlənin müqayisə edilməyi istər-istəməz çaşdıra bilər. Elə olduğu halda gördünüz çaşırsınızsa, cümlələrin yerini dəyişib baxmağa çalışın. Birinci cümlə buna baxın, ikinci cümlə buna baxın. Onun əsasında uyğunsuzluq məsələlərini rahat tapacaqsınız. Sadəcə sual bir balaca, necə deyim, sağ qulağı sol əldən qaşımaq kimi bir şeydir. İstər-istəməz adamın səhv eləməyinə şərait yaradır. Həmin o müqayisə məsələsini gözdən qaçırsan, rahat bildiyin vəziyyətdə belə səhv edə bilərsən. Daha sonra gələk indi digər suala. Yazılışı doğru olan sözləri müəyyənləşdirmək lazımdır. Orfoqrafiya ilə bağlı bir sualdır. Əslində çox da qeyri-adi bir sual deyil. Yenə sırf orfoqrafiya ilə bağlı məsələlərdə sizin yazını bilməyiniz lazımdır. Yazını bilirsinizsə, o zaman çox rahat şəkildə orfoqrafiyanı da həll etmiş olacaqsınız. Bir sıxıntı, problem yaratmayacaqdır bizə. Bizim indi burada əsas baxacağımız söz sızqa sözüdür. Bizim dilimizdə həm sızqa, həm də sısqa deyilən iki dənə sözümüz var. Son orfoqrafiya lüğətinə də baxsaz, bu sözlərin hər birini tapmanız mümkündür. Burada artıq verməkdə çaşdırırlar ki, sən bunun z yoxsa s olduğunu sadəcə bir tərəfini düşünəsən və çaşasan. Amma sızqa sözü də var. Sızmaq feilindən əmələ gəlmişdir. Suyun az-az sıxılaraq bir növ axmağı mənasındadır. Su az-az gəlirsə. Bir də sısqa sözü var ki, daha çox zəif, arıq, cılız mənasını ifadə etmiş olur. Ona görə birdə verilən fikrimiz doğrudur. Daha sonra 2-yə bax. Burada da yenə iki başlı söz verib sənə. Hər iki vəziyyəti var. Həm diplomat var, hansı ki, xarici hökumətlərdə təmsil olunmaq üçün, buradan şapamaq üçün nümayəndəmiz var o. Diplomat. Həm də ki, diplomant var, n-la olan. Yəni, hansısa bir diplomu müdafiə edən, diplomçu mənasında işlənən sözdür. Görsən, ikisi də mövcuddur. Birinci və ikinci sözləri özəlliklə elə seçiblər. Hər iki versiyası olan sözdür. Sonra, selofan. Bu sözün yazılışında iki dənə l var. Sellofan şəklindədir. Sellofan şəklində də deyilir. Yazılış və dəyişində sadəcə onun aya keçməyi var. 2 l ilə olmalıydı. Bu səhv yazılmışdı. Daha sonra lingafon. Bu sözə fikir versən, bunun yazılışında hər şey qaydasındadır. Lingafon şəklində yazılır. Lingofon deyil. Lingafon şəklində yazılmış olur. Ona görə bu da doğrudur və bizim cavabımız olmalıdır. 1, 2 və 4-də verilən nümunəmiz. Burada gəlirsən web-sayt məsələsinə. Web-sayt ifadəsindəki web hissəsi defislə yazılır. Yəni, web-lə olan sözlər ki var. Məsəl üçün, web sənəd, web səhifə, web dizayner, web xidmət. Hansı ki, web deyəndə bu internetlə bağlı məsələlər adətən müəyyənləşmiş olur. O məqamda bu söz defislə yazılmış olur. B-dan sonra defis işarəsini işlədəcəksiniz. Yenə də, orfoqrafiya ilə bağlı məsələlər
hara fırasa sizin öz öhdənizə düşən bir şeydir. Nə qədər çox öyrənsəz, bir o qədər də işiniz asan olacaq. 7. Mətn məzmununa bağlı yanlış fikirləri müəyyənləşdirmək lazımdır. Alimlərin araşdırmasına görə fillər planetimizdə yeganə heyvanlardır ki, insanlar kimi bir-birinə adlar verirlər. Onlar bu qənaətə Afrika fillərini öyrənəndən sonra gəliblər. Ümumilikdə 527 müxtəlif cür səs qeydə alınıb. İlk baxışda bunlar bizim qulağımız üçün demək olar ki, eyni səslərdir. Fillərin bir-birinə müraciətini, yəni adları digər səslərdən analiz etmək üçün kompüter modelindən istifadə olunur. Alimlər səslərə məntiqi cəhətdən yanaşıblar. Əgər fillər eyni fili səsləyirlərsə, o halda eyni səsi çıxarırlar və bu səs onun adı olur. Deməli, bu qrupun bütün üzvlərinin adları var və məhz adlar vasitəsilə bir-birinə təmas qururlar. Bizdən yanlışları istəyib. Alimlər bu araşdırmada heç bir texnoloji vasitədən istifadə etməyiblər. Təbii ki, yanlışdır, çünki kompüter modelindən istifadə olunub deyir. Kompüter modeli məna və ya konkret ad məzmununu müəyyən etmir. Bəli, kompüter modeli mənanı, məzmunu müəyyən edə bilmir. Yəni, alimlər səsə sadəcə məntiqi cəhətdən yanaşıblar. Kompüteri ora quraşdıranda filin çıxartdığı səsə əsasən kompüter müəyyən bir məna və yaxud da ki, bir məzmun verməyibdir. Sadəcə alimlər həmin o səslərə bir növ tonuna mı, hər nəyinəsə də diqqət edərlər, baxırlar ki, A adlı fili 5 nəfər onu çağıranda 5-i də eyni səsi çıxarıbdır. Buna əsasən məntiqi yanaşma ilə onun adını tapıblar. Demək, 2-də verilən bir fikrimiz doğru bir fikirdir. İnsan qulağının eyni cür qəbul etdiyi səslər mahiyyət etibarına fərqli ola bilər. Bəli, biz hamısını eyni cür eşitsək də, amma fikir versən, nə deyirdi? Fillərin bir-birinə müraciəti digər səslərdən ayrı-ayrı nümunələrdir. Fillər arasındakı bütün səsləşmələr ad xarakterlidir. Bunların arasındakı bütün səsləşmələr ad xarakterlidir deyə bilmərik. Belə bir ümumiləşdirəcəyimiz fikrimiz yoxdur. Araşdırma zamanı məlum olmuşdu ki, fillər arasında 1000-dən çox müxtəlif səslər var. 1000-dən çox müxtəlif səs deyil axı. 527 müxtəlif səs deyil. Demək, cavabımız olmalıdır A variantı. Daha sonra 8-ci sual. Bizdən nümunə əsasında pozulan normanı və normaların sayına əsasən uyğunluğu istəmiş olur. Biz öncə yuxarıda verilən nümunədə hansı normamızın pozulduğunu və sayları tapmalıyıq. Burada əslində çox da bizdən birbaşa uyğunluğumuzu axtarmır. Sən birinci verilən nümunədə, yəni cümlədə hansı normaları pozulduğunu tapırsan və sayını tapacaqsan. Məcbur deyilsən ki, uyğunlaşdırdığın cümlədə də eyni şey olsun. Məsəl üçün, deyək ki, burada leksiklə qrammatik pozulur, 2 dənə norma pozulur da. Burada da gəldi, məsəl üçün, atıram, qrammatiklə fonetik pozulur. Yəni, 2 dənə say cəhətdən eyni olduğuna görə götürə bilərsən. Bizə say məsələsi əhəmiyyətlidir. Dədə Ozan nə Nərman Nazik qızlara, nə də qəhrəman cavanlara fərq qoymayaraq qanı qaynayanları oyuna dəvət etdi. Burada baxsaz, nə də ilə işlənən nümunəmizdir. Burada ma inkarlıq artıqdır. Bu nümunədə inkarlıq şəklisi olduğuna görə biz qrammatik normanın pozulduğunu götürəcəyik. Nə Nərman Nazik qızlara, nə qəhrəman cavanlara fərq qoyaraq qanı qaynayanları oyuna dəvət etdi şəklində bu nümunəmiz işlənməli idi. Digər isə Nərman Nazik ifadəsidir ki, bu söz bitişiklə yazılmış olur. Yəni, burada həm fonetik norma pozuldu, həm qrammatik norma pozuldu. Neçə dənə normamız pozulub? Say cəhətdən 2. Demək, ədəbi dilin 3 norması pozulub. Yəni, 2 ilə olan variantları sən kənara çıxarda bilərsən. Artıq baş verən hadisələrə səbr edə bilmirdi. Burada verilən nümunədə, baxsaq, qrammatik normanı pozacaq bir tərəfimiz varmı? Yoxdur. Və leksik normanı pozacaq bir tərəfimiz varmı? Yoxdur. Amma fonetik normamız pozulub. Səbir i ilə yazılır. Burada sadəcə bir norma pozulduğuna görə A-nı mən haransı bir yerə yaza bilmədim. İşçilərin bəzisi buradakı boş vakansiyaları eşitməmişdilər. Bax, işçilərin bəzisi mübtədadır və fikir versən mübtəda söz birləşməsini ifadə olunur və əsas tərəfi təkdədir. Xəbər isə cəmdədir. Demək, bu qrammatik normanı pozdu. Buradakı yox, buradakı olmalıydı. Fonetik normanı pozdu. Boş vakansiya ifadəsindəki boş sözü artıqdır. Çünki vakansiya onsuz da boş olan bir yer deməkdir. Hansısa bir şirkətdə boş olan yer mənasını ifadə eləmiş olur. Burada baxsan, leksik normada pozuldu. Yəni, 3 norma pozulduğuna görə B-ni də sildim burada. Və cavabın qalır E-də verilən fikirlər. Lövhəyə paralelpiped şəkli çəkən şagird evə getmişdi bayaq. Qrammatik normanı çox rahat şəkildə görürsən. Amma burada diqqət edəcəyim məsələ nədən ibarətdir? Paralelpiped sözünün yazışı. Bu sözün yazılışında paralel piped deyil. Bu formada sənə yazırsa səhv yazılmış olur. Paralel piped şəklində yazılan bir nümunədir.
paralel e-pipet şəklində yazılmış olur. Ona görə həm fonetik norma pozulubdur, həm də qrammatik norma pozulmuşdur. Buradan yola çıxası olsaq, iki norma pozuntusu var. Həqiqətən də C doğru bir nümunədir. Sonra müəllifin iri həcmli olmalıdır. Burada i artıqdır. Mənzum poeması, poema onsuz da nəzmlə yazılmış olur. Ona görə mənzum sözü burada artıqdır. Fonetik, leksik və bir çox sözün izah etdiyi söz də cəmdə olmalıdır. Bir çox kitablarda olmalıdır. Bu da qrammatik normanı pozdu. Üçü pozulduğuna görə bunu atdım kənara. Çobanların hamısı belə canavarları əhəlləşdirmişdilər. Yenə çobanların hamısı mübtəda söz birləşməsi ilə ifadə olunduğuna görə bunun əsas tərəfinə baxıb onu üstünlük verməlisən. Əsas tərəf təkdədir, düzdür? Demək xəbər də təkdə verməlidir. Digərində isə əhəlləşdirmək sözü var. Düzdür? Dildə biz də onu daha çox əhəlləşdirmək şəklində işlədir, amma bu söz əhliləşdirməkdir. Baba belə əhliləşdirmək şəklində yazılan bir sözümüzdür. Elə bir ki, bılığını atmalıydım bunun qabağına. Burada da həm fonetik, həm də qrammatik norma pozulduğuna görə bunu cavab kimi götürə bilirik. Şəhərdəki qatmaqarışıq yolları indi ayırt edə bilirdim. Baxsan, burada verilən nümunədə hər hansısa bir qrammatik norma pozuntusu yoxdur. Şəhərdəki qatmaqarışıq yolları indi ayırt edə bilir. Və yaxud da ki, leksika pozacaq bir şey yoxdur. Amma qatmaqarışıq sözü burada normanı pozmuşdur. Çünki o defislə yazılmalıdır. Qatmaqarış, qatmaqarışıq və qatmaqarışıqlıq. Hər üçü defislə yazılan bir sözümüzdür. Uyğun cavabımız olmalıdır 8-də variantı. 9. Mətnin məzmunu ilə səsləşən fikirləri tapmaq lazımdır. Yenə yallarla bağlı sualdır. Bilirsiniz ki, imtahanda bir mətn 3 dənə sual modeli qarşımıza çıxmış olur da. Baxaq indi burada. Deyir ki, havanın bizə necə fikirlər əsiri? Səsləşən fikirlər, yəni doğru fikirlər əsiri. Havanın küləkli olduğu zamanlar iddia insanların şadlıq rəmzi kimi qeyd olunur. Baxaq, burada da bir şadlıq rəmzi kimi var idimi? Havanın küləkli olduğu məqamlara baxmağa çalışaq. Mətndə hardadır? Uğurlu ovdan sonra keçir. Bu yollu iddia insanların uğurlu ovdan sonra od ətrafında keçirdiyi şadlığın rəmzidir. Havanın küləkli olduğu zamanlar yox, daha çox ovun uğurlu olmağı onların şadlıq rəmzi kimi qeyd edilmiş olur. Buna görə biz birdə verilən fikrə yanlış deyə bilərik. Bütün etimoloji versiyalar eyni dərəcədə əsassız olmuşdur. Bu bir yanlış fikirdir. Çünki eyni dərəcədə əsassızdır hamısını deyə bilmirik. Çünki bunların içərisində daha doğru hesab ediləni var. Hansı ki, yallı ilə bağlı o səhv-səhv düzülmə məsələsi. Ona görə hamısı eyni dərəcədə əsassızdır deyil. Daha doğru hesab edilir. Müqayisə edəndə biri digərindən daha üstündür. Mətnin məzmununda folklor elementi müşahidə etmək olar. Bəli, folklor elementi müşahidə etməyimiz burada mümkündür. Görə bilərik. Folklor daha çox şifahi xalq ədəbiyyatına bağlı bir məsələdir ki, biz də bu verilən nümunədə şifahi xalq ədəbiyyatına bağlı məsələləri görməyimiz mümkün ola bilir. Burada bir sıxıntı yoxdur. Məsələn, rəvayətə görə ifadəsi işlənmiş olur. Müəyyən bir rəvayət əlaqələndirilmiş olur. Rəqsin yaşının dəqiq müəyyənləşdirilə bilməməsi onun qədimliyinə işarə eləmiş olur. Bəli, biz rəqsin yaşını dəqiq müəyyənləşdirə bilmirik. Konkret bir zaman yoxdur. Xosrov və Şirində belə görmüşük, amma bundan nə zaman əvvəl yaranıbdır? Onunla bağlı heç bir fikir yoxdur. Yollular versiyasında ov və cəngəllik detalları konkret coğrafi şəraitə işarələnmiş olur. Bəli, müəyyən bir yerlə, məkanla bağlı fikir vermiş olur. Həmçinin ov və cəngəllikdə bunu təsdiq edəcək bir fikirdir. Cavab olacaq. 10. sual. Deyirdi ki, bizə günəş işığında parıldayan enli ipək yarpaqları ağ tütü əsrarəngi şəkildə gözəlləşdirirdi. Nə edirdi? Gözəlləşdirirdi. Nə? Yarpaqları, hansı yarpaqları? İpək yarpaqları, hansı ipək yarpaqları? Enli ipək yarpaqları, hansı enli ipək yarpaqları günəş işığında parıldayan? Bax, enli ilə ipək həmcins təyinlər yaradır. Çünki hər ikisi yarpaq sözünü izah eləmiş olur. Amma günəş işığında parıldayan artıq enli ilə münasibətli qeyri-həmcins təyin yaradılmış olur. Necə, nə tərzdə? Əsrarəngiz şəkildə. Əsrarəngiz burada tək başına bir cümlə üzvü deyil. Adətən bu iki nümunədə səhv olaraq gətirib belə edirlər ki, əsrarəngiz gözəlləşdirir deyirəm axı. Deyirsən, yaxşı edirsən. Bəs onda şəkildə söz nə olacaq tək başına? Nəyi gözəlləşdirirdi tutu? Hansı tutu? Ağ tutu. İndi bunları əsasən müəyyənləşdirək. 3 cümlə üzvünə aid təyin işlənmişdir. Baxırsan ki, mübtədəyə aid, tamamlığa aid və təyinə aid təyin işlənir. Çünki qeyri-həmcins təyinimiz də var idi. Doğru bir fikirdir. Tamamlığa aid təyinlərdən biri sifət tərkibində ifadə olunmuşdur. Burada fikir versən, tamamlığımız tutu sözüdür. Onu da ağ sifəti ilə ifadə eləmişik. Səni burada çaşdırmaq istəyir yarpaqları sözü ilə nə edirdi? Gözəlləşdirirdi. Nə? Onun yarpaqları. Oradakı yarpaqları sözü təsiri halda deyil, adlı haldadır və mənsubə şəklində işlənmişdir. Ki, yanlışdır.
Mübtədəyə aid olan təyinlər quruluşca oxşardır. Mübtədəyə aid olan təyinlərimiz hansılardır? Enli sözü var, ipək sözümüz var. Təyin deyir bizə. Sən burada çaşdırmağa çalışırdın nə ilə? Enliyə düzəltmə sifət deyəsən, ipəyə də sadə isim deyəsən, təyin yox, təyinin ifadə vasitəsinin quruluşunu qarışdırasan. Enli ilə ipək sözdür. Təyin sözlə ifadə olunanda sadə olur. Təyinin ifadə vasitəsinin quruluşu fərqlidir. Təyinlər isə quruluşca sadədir. Xəbərə aid təyin işlənmiş cümlədə idarə əlaqəsi işlənmişdir. Burada xəbərə aid olan təyinimiz yoxdur. Düz idarə əlaqəmiz var. Amma xəbərə aid təyinimiz yoxdur. Zəflik var xəbərə aid. Mənsubiyyət şəkilçili cümlə üzvünə aid təyinlərin ifadə vasitəsi təbii ki fərqlidir. Çünki enli sifətli ipək isimdir. İpək yarpaqlar hansı yarpaqlar deyib sual cəhətdən tapıb özünü aldatmır ki, sualın hiləsi onun üzərində qurulmuşdur. İpək isimdir və sadəcə ismi sifətləşməni görürsən orada. Bu sualımızın da doğru cavabı olmalıdır. Nisbətən rahat bir sualdır. 11. Demək olar ki, əksər adamın səhv elədi, amma çox da rahat bir sualımız idi. Adlıq cümlələr. Eyni dünyanın dərdini çəkən həmdəməm. Burada adlıq cümləni görə bilirikmi? Yox. Çünki burada müqayisə, müraciət var da, ey dünyanın dərdini çəkən həmdəməm. Bu xitabdır. Burada nasıl bir adlıq cümlə yoxdur. Kənd soyuq, küçələr qaranlıq. Bax, görsən, dır xəbərli şəksi ixtisar olunub. Kənd soyuqdur, küçələr qaranlıqdır. Tabisiz mürəkkəb cümlədir bu cümlə. Orada dırı görməməyə bu cümləni adlıq cümlə eləmir. Və ya 4-də verilən nümunədəki afərin, afərin ifadələri adlıq cümlə deyil. Küçənin qaranlığındakı evlər adlıq cümlədə müəyyən bir təsvirli olur. Axşam, dağ havası. Görsən, 2 dənə ayrı-ayrı adlıq cümləmizdir. Demək 3-dən 5 olmalı sənin cavabın. Çox rahat sualımız idi. Sadəcə çaşdırıcı sualdır. Mətnin məzmunu ilə bağlı verilmiş fikirlərdən hansı doğrudur? Katalizatorlar kimyəvi reaksiyada aktivləşmə enerjisini azaldaraq reaksiya sürətini artıran və reaksiya başa çatdıqda heç bir kimyəvi dəyişikliyə məruz qalmayan maddələrdir. Kimyəvi reaksiyada katalizatorlar həm reaktiv, həm də məhsuldur. Katalizator kimyəvi reaksiyada daha az enerji sərfiyyatı ilə reaksiya sürətinin dəyişməsini təmin edir. İndi bunlara verilən mətn nümunəsinə əsasən fikri tapmamız lazımdır. Bizdən doğru fikir istəmiş olur. Mətn nisbətən kiçik mətndir. Baxsaz, mətnlərin demək olar ki, əksəriyyətində görəcəksiniz, söz cəhətindən azlıq var. Rahat şəkildə tapıla biləcək, məzmununa diqqətli oxusaq tapacağımız mətnlərdir. İndi, deyək ki, reaksiyanın sürətinin azalması enerji sərfiyyatının azalması ilə bağlıdır. Baxaq. Katalizator kimyəvi reaksiyada aktivləşmə enerjisini azaldaraq reaksiya sürətini artıran və reaksiya başa çatanda kimyəvi dəyişikliyə məruz qalmayan maddədir. Reaksiya sürətinin azalması enerji sərfiyyatının azalmasından bağlılığı varmı? Baxaq. Katalizator kimyəvi reaksiyada daha az enerji sərfiyyatına reaksiya sürətinin dəyişməsini təmin edir. Daha az enerji sərfiyyatı verir, amma reaksiya sürətini dəyişir. Demək, bu yanlış bir fikirdir. Daha sonra deyir ki, reaksiya sabitliyinə təsir edən katalizator reaksiya sonunda ilkin formada qalmır. Nə deyirdi? Heç bir kimyəvi dəyişikliyə məruz qalmayan maddədir. Qalır axı. Katalizator ümumi enerji sərfiyyatını azaldan kimyəvi prosesdir. Xeyr, ümumi enerji sərfiyyatını azaltmır. Elə bir şey demir bizə. Əksinə, daha az enerji sərfiyyatından istifadə etməklə sürətin dəyişməyinə kömək eləmiş olur. Reaksiya sürətinin artması nəticəsində katalizator dəyişikliyə məruz qalmır. Aktivləşmə enerjisinə təsir edən katalizator reaksiya sürətinə də təsir edə bilər. Bəli, katalizator enerji sərfiyyatından az istifadə etməklə reaksiya sürətinin dəyişməsini təmin edir. 13-cü sual fonetika ilə bağlı növbəti bir sualımızdır. Yazılışı doğru olan sözlərlə bağlı fikirləri tapıb yazmamız lazım idi. Yenə orfoqrafiya, demək olar ki, 3 dənə fonetika ilə bağlı sual var. İkisi birbaşa orfoqrafiyadır. Bir dolayı yolla orfoqrafiyanı ifadə edən nümunəmizdir. Ahzar ifadəmiz var, ən məşhur və demək olar ki, çox işlənən, çox da testlərdə falan qarşımıza çıxan bir ifadədir. Ahzar ifadəsi bu formada yazılır, yoxsa ahuzar şəklində yazılmış olur. Biz bunun orfoqrafiyasını tapan kimi sualın gedişatı onsuz da aydın şəkildə özünü göstərəcək. Adətən bunu klassik ədəbiyyat nümunələrində, hansısa bir klassik şeir tərkiblərində görə bilərsiniz. Bəlkə də ahuzar şəklində olubdur, hansısa şeir nümunəsində də yadınızda elə qalıb. Amma bu sözün yazılışında sadəcə ahzar şəklindədir. Yəni, u-nun orada yazılışına yer yoxdur. Ah, nalə, ah, vay. Ümumiyyətcə, ahla gələn bu kimi sözlərimiz ki var. Ah, nalə ifadəsidir. Sonra ah, vay ifadəsidir. Ah, zar ifadəsidir. Bunlar defislə yazılan belə sözlərimizdir. Və bunların yazılışında hətta ah, fəryat var, ah, fəğan var da eyni gedişatdadır. Bunların yazılışında biz hər hansısa bir u-nu görmürük. U burada yazılışda yoxdur. Atacaqsan bunu kənara. Ahu nalə, ahu vay şəklində işlətmirik bu sözü biz. Daha sonra sferbilat sözünün yazılışı var. Bu sözün yazılışı qaydasındadır və hər halda bu söz
Əslində belə deyim də, mən sizə belə bir istiqamətdə verim. Dövlət İmtahan Mərkəzinin orfoqrafiya lüğəti ki var. Son nəşri düzdür 2024-dədir və 2025-də olan bəzi dəyişikliklər, məsəl üçün EHT-ni da T-nın deyə keçməyin orada olmayacaq, amma müəyyən mənada baza yığmanızda əlinizdə tutacaq bir lüğətdir. Məsəl üçün bayaqki sualdır və yaxud da ki bu sualı demək olar ki o lüğət üzərində rahat tapa biləcəyiniz suallardır. O lüğətdəki olan sözləri bilsəydiniz ən azından. Siferblat ifadəsinin yazışı doğrudur. Burada hər hansı bir yanlışlıq yoxdur. Bu saatların üzərində olan o rəqəmdəki lövhəcik var, onu ifadə eləmiş olur. Sonra batareya ifadəsi. Batareyadır, yoxsa bateriyadır? Bu sözün yazışı batar şəklindədir. Batmaq sözündən bir növdə yadda saxlaya bilərsən. Batereya şəklində yox, batar-eya şəklində olan bir nümunəmizdir. Bu da aslında çox gördüyünüz demək olar ki, fonetikadan tut isimdə, leksikada hər yerdə görəcəyiniz bir ifadəmizdir. Ona görə bunun da yazışı doğrudur. Lokomotiv şəklində yox, lokomotiv şəklində yazılan bir ifadədir. Lokomotiv yazılmış olur. Lokomotiv şəklində tələffüz eləmiş oluruq. Yəni burada o olmalıydı. Lokomotiv şəklində işlətməliydik biz bunu. Siferblat və batareya sözlərinin yazış və deyişi arasında heç bir fərqli məqam yoxdur. Ona görə nağd 2-ni götürəcəksən. Cingitili qarşılığı olmayan samit, X samitidir ki, bunların heç birində işlənməyib. Kar cingitili samit cütlüyü işlənməmişdir. Bəli, kar cingitili samit cütlüyü nə idi? Bir-birinə qarşılıq təşkil edən səslər. S-nın qarşılığı Z-dır, T-nın qarşılığı V-dır, B-nın qarşılığı P-dır, T-nın qarşılığı D-dır. Heç biri yoxdur. Və batareya sözünə B-nın qarşılığı P, T-nın qarşılığı D, Y-nın qarşılığı X işlənməmişdir. Kar cingitili samit cütlüyü. Kar və cingitili samitlər kəmiyyətcə fərqlidir. 4-cüdə bizə bunu deyir. Saymağa çalışsaq, kar və cingitili samitlər kəmiyyətcə fərqlidirmi? Bax, siferblat sözündə nə var? S var, F var, T var. 3 dənə kar samitimiz var. R var, B var və L var. 3 dənə də cingitili var. Demək, bunu atacaqsan kənara da. Bunu biz doğru fikir kimi götürə bilməliyik. Yalnız bir samitin kar qarşılığı mövcuddur. Baxaq, birinci verilən nümunədə bəli, sadəcə B-nın qarşılığı mövcuddur. Çünki B, P qarşılıq verə bilsən, R-nın qarşılığı yoxdur. İkinci verilən nümunədə isə B-nın və Y-nın qarşılığı mövcuddur. Ona görə bunu da götürmürük. Cavab olur 2-dən 3-də verilən fikirlərimiz. 14. Nümunədə işlənən təsriflənməyən formaları və feilin şəklini nəzərə alaraq uyğun fikirləri seçmək, uyğun cümlələri seçmək lazımdır. Sən nə ixtiyarla birinci dəfə ayaq basaraq çörək kəsin adamın evinə əyri baxırsan. Bax, bu verilən nümunədə nə var? Həm feili bağlamamız var, həm feili sifətimiz var, həm də ki xəbər feilin xəbər şəklindədir. Biz nəyə nəzərə almalıyıq? İşlənən təsriflənməyən formaları, feilin şəklini nəzərə alıb uyğun cümlələri seçməliyik. Sən buradan çox rahat şəkildə 2-ni çıxarda bilərsən. Çünki burada fikir ver, təsvirlənən feil əmr şəklindədir. Bizə isə xəbər şəklində olan nümunələr lazımdır. Oradakı sağ səni aldatmasın. Ir zaman şəkilsidir və ona əsasən müəyyənləşdirsən ki, xəbər şəklini tapmaq lazımdır. Və 3-ü çıxarda bilərsən kənara. Dəvət etməli feilin vacib şəklindədir. D orada ili hissəciyidir. 2-nin 3-ü variantlardan kənara atanda işin də asanlaşmış olur bir qədər. İndi qalırsan 1-4-5 mi yoxsa 4-5 mi nəticə bunları tapmaqda. Usta uşağın sözlərini dinləyib gülən Mirzə ağanın yanına getməyi məsləhət gördü. Birdə verilən nümunədə nə var? Feili bağlama var, feili sifət var, feilin xəbər şəkli var. Amma burada məsdər də var. Sualın şərti bizdə işlənən təsriflənməyən formaları və feilin şəklini nəzərə alaraq uyğun cümləni istəyirsə, biri cavab kimi götürməyəcək. Çünki birdə verilən nümunədə məsdər var, amma nümunədə məsdər yoxdur. 4. Görəsən Azər mahnı oxuya-oxuya getdiyi dağları hələ də xatırlayırmı? Feili bağlama, feili sifət var və xəbər şəklindədir. 4-ü götürə bilərsən. Feili bağlama var, feili sifət var və xəbər şəklindədir. 5-i götürə bilərsən. Bu da rahat bir sualdır. Sadəcə o uyğunluğa diqqət etmək lazımdır və çaşdıran tərəflərdə aldanmamaq lazımdır. 15. Mətnin strukturu ilə bağlı doğru fikirlər tapmaq lazımdır. Struktur deyəndə mətnin quruluşu, tərkib hissəsi və s. bu kimi məqamlara baxıb uyğunlaşdırmaq lazımdır. Qarşısına üçbucaq işarəsi qoyulan cümlə ilə yeni abzas başlanmalıdır. Bu doğru bir fikirdir. Çünki bax, digər faktlarda da yallıya bənzər rəqslər mövcuddur. Mətnin giriş hissəsi burada yekunlaşır. Bundan sonra gələn hissədə artıq niyə yollar yaranmış olur, necə yaranmış olur, bunlar nə iş görürlər və s. bu kimi fikirlər aşılanmış olur deyə məzmun yenilənir. Məzmun yeniləndiyinə görə abzası da yeniləmək lazımdır. Mətn tərkib hissələrindəki abzaslarda dəyişiklik edilməli deyil. Təbii ki, bu yanlış bir fikirdir. Cümləni onsuz da oxuyanda mətn ardıcılığına baxsan, müəyyən bir məzmun boşluğu yaranmış olur. Yəni, həmin o məzmun boşluğu da oradan sənə ifadə edir ki, bu tərkib hissələrdə abzaslarda dəyişiklik edilməlidir. Çünki bax, digər xalqlarda yallıya bənzər rəqslər mövcuddur. Sonra birbaşa yolludan başlayır. Necə olur ki, bu yollu sözü ortaya çıxmış olur? Nətər olur ki, yollu adlanıb? Ona görə də yollu adlandırılmışdır.
Sən birinci bu yolla adlandırmağını, sonra da onunla bağlı prosesi açıqlamalısan. Nəticə hissəsini müəyyən planla ifadə etmək mümkündür. Bəli, mətn istənilən tərkib hissəsini planla ifadə edə bilərik. Nə deyir? Hər iki versiya həqiqətə daha az oxşadığından rəqsin yalları daha doğru hesab edilmişdir. Rəqsin adı ilə bağlı qənaət. Çox rahat şəkildə ifadə edə bilərsən. Və ya rəqsin adı ilə bağlı yekun fikir işlədə bilərsən. Mətndə yallı ilə bağlı müəyyən simvolik məzmunun izahına yer verilmiş olur. Burada yallı ilə bağlı müəyyən simvolik məzmunun izahına yer verilmir. Və laf verilsə belə bu mətnin strukturu ilə bağlı olan bir şey deyil. Strukturla bağlı məsələ bizim mətnin tərkib hissələrindən bağlı olmalıdır. Biz mətnin əsas, nəticə, nə bilim, abzasını tapmalıyıq, hansısa bir fikrinə genişləndirməli, yoxsa genişləndirməməliyik, bu şeylərlə baxmalıyıq ki, bunun məzmun izahının struktur quruluşuna aidiyyəti yoxdur. Bir növ məzmun forma fərqi məsələsi var burada. Türklərdə halay adı ilə oynanan rəqs buna nümunə ola bilər. Fikri ilə nəticə hissəsi genişləndirilə bilər. Bəli, genişləndirə bilərik. Çünki nə deyir? Hər iki versiya nə bilim nə eləmişdi? Bu da səhv-səhv düzülüb, sırayla düzülüb, əllə vermək bir olmaq mənasını daşıyır. Türklərdəki halay adına oynanan rəqsidir. Buna nümunə verə bilərik. Biz bunu mətn nəticəsinə əlavə etməyimiz mümkündür. Həmin o səhv-səhv sırayla düzülüb, əllə vermək məsələsinə görə. Buna görə cavabın olar 1-3-5. 16. Hansı nümunələrdən təsiri yallı söz çıxarılsa, isim iki fərqli halda düşünülə bilər. Demək, yaxşı həkim adam tanıyır. Təsiri yallı söz çıxarılsa, ismi iki fərqli halda düşünməyimiz lazımdır. Gəl baxmağa çalışaq. Nə edir? Tanıyır. Kim? Həkim. Necə həkim? Yaxşı həkim. Nə tanıyır? Adam tanıyır. Hal-hazırda adam sözü bu cümlədə qeyri-müəyyən təsiri yallıdır. Düzdür? Biz buradan təsiri yallı sözü çıxarsaq, bu cümləni ikincə düşünə bilərik. Yaxşı həkim tanıyır. Nə edir? Tanıyır. Nə tanıyır? Həkim tanıyır. Necə, nə tərzdə? Daha çox fikir versən, həmin o sual çıxsa da, biz həkimlə bunun arasında müəyyən bir tərz anlayışını qoymuruq. Sən yaxşı sözünü burada sifət kimi saxlayıb, cümləni belə düşünə bilərsən ki, yaxşı həkim xəstəliyi xəstənin üzündən tanıyır. Həkim olacaqda adlı qaldı. Bir də belə şeyləri fikir versən, burada yaxşı sözünü biz adam adı kimi də düşünə bilərik də. Nə edir? Tanıyır. Kim? Yaxşı. Yaxşı nə tanıyır? Həkim tanıyır. Yaxşı adında adam adı var. Həmin adam adı kimi düşünsən də həkim sözü keçib olub təsiri yalda. Yəni həkim sözünü həm adlıq, həm təsiri yalda işlətməyin mümkündür. Ona görə bir cavab kimi düz götürə bilərsiniz. Köhnəlmiş əşyaların içərisindən kolleksioner tablo tapdı. Nə etdi? Tapdı. Nə? Tablo. Kim? Kolleksioner. İndi biz buradan tablonu çıxarsaq, köhnəlmiş əşyaların içərisindən kolleksioner tapdı. Cümlə axı mənasız olur. Əgər biz bunu təsiri yalda düşünsək. Köhnəlmiş əşyaların içərisindən kolleksioner adlı adam tapıb. Amma əşyanın içərisində kolleksioner adamını oradan tapmayacaqsan axı sən. Bu cümlənin mənasını pozduğuna görə ikini atırsan kənara. Küləkli bir gündə qayadan daşı qopardı. Nə etdi? Qopardı. Nəyi? Daşı. Nə zaman? Küləkli bir gündə, haradan? Qayadan. İndi mən buradan daş sözünü çıxarsam, hansısa bir söz ikicə düşünülmür axı. Ona görə 3 atacağım kənara. Bir hadisə baş verəndə qonşu adam çağırır. Bax, nə edir? Çağırır. Kim? Qonşu. Nə çağırır? Adam çağırır. Təsiri çağırır buradan. Bir hadisə baş verəndə kim çağırır? Qonşu. Bir də kimi çağırır? Qonşunu. Qonşu çağırır. Ay qonşu, gəl mənasında. Demək ki, 4-ü də biz burada ikicə düşünə bilirik. O universitet tələbə qəbul edir. Nə edir? Qəbul edir. Nə? Tələbə, universitet. Hansı universitet? O universitet. Biz tələbə sözünü buradan çıxarsaq, universitet sözünü ikicə düşünə bilərikmi? O universitet qəbul edir. O burada universitet sözünün qeyri-müəyyən təsirlə işlənməyinə mane olur. Buna görə sənin cavabın olar 1-dən 4. 17. Bax, görsən çox kiçik bir mətndir. Mətndə nələr qarşılaşdırılır? Santiago'nun ailəsi kasıbçılıqdan qurtarmaq üçün onu ruhani məktəbində oxudur. Amma o böyüyəndə ruhanilərin iç üzünü gördüyü üçün ruhani olmaq istəmir, səyahətə marağı olur. Burada ailənin avamlığı ilə Santiago'nun düşüncəsi. Mətndə qarşılaşdırılan tərəflərdəndirmi? Bəli. Bunu çox rahat şəkildə götürə bilərik. Burada avamlıq ifadəsinin mənasına diqqət etmək lazımdır. Bəzən bu sözün mənası düzgün işlənmir. Çünki avam sözünü bəli, biz adətən dildə onun daha çox cahil, geridə qalmış mənasında işlətmiş oluruq deyə biz elə gəlmiş olur. Amma avam sözünün ilkin ifadə etdiyi məna nədir? Oxumamış, savadsız mənası ifadə etmiş olur. Bunun ailəsi oxumamışdı, savadsız idi. Amma özü oxumuşdu, savadlı idi. Bu cəhətdən yola çıxanda biri götürməyində heç bir qüsuru yoxdur. Reallıq ilə mövcud ideal obrazın dinamikliyi, burada elə bir qarşılaşdırma yoxdur axı. Reallığı görür, reallıqla onun arasında hansı bir qarşılaşdırma olmur.
bir ziddiyyət ortaya gəlmiş olmur. Məcburi seçimdən azad iradə bu qarşılaşdırma var. Azad iradə bunun etdiyi səyahətə marağı ruhani olmamaq, məcburi seçimdə onların bunu ruhani kimi göndərilməsi. Cavab olar 1-dən 3. Xarici cəmiyyət təzyiqlərlə daxili həqiqət. Burada elə qarşılaşdıran bir tərəf yoxdur. Çünki daxili həqiqətlə yox, elə xarici həqiqəti görür də o ki, doğru bir addım atımlar olar. Sonra 18-ci sual. Verilən nümunələrlə bağlı uyğunlaşdırmaq lazımdır. Yalnız bir cümləyə aid olan fikir, iki cümləyə aid olan yanlış fikir və heç bir cümləyə aid olmayan fikir. Bağlayıcı söz işlənmiş mürəkkəb cümlədir. Bax, biz bunu birinci cümlədə görürük. Bir yerdən ki ifadəsi bağlayıcı sözdür. Orada sözdə onun qarşılıq sözüdür. İkinci və üçüncü cümlələrdə bizim hansısa bir bağlayıcı sözümüz yoxdur. Ona görə yalnız bir cümləyə aid olan fikir kimi götürə bilirik. Zərfliyin əlavəsi işlənib, həm də əvəzlik gəlib var. Baxırıq, zərfin əlavəsi hardasa bir yerdə işlənibmi? Bir yerdən ki insanlar köçürlər, gedirlər, deməli orada problem var. Birinci işlənmədi. Gələnlərin məqsədi bu oldu ki, buranı bax gəzə bilsinlər. Haranı, buranı. Tamamlığın əlavəsi var burada. Buranı haranı sualına cavab verir və tamamlıq rolundadır. İllərdir ki, bəzi problemlərlə qarşılaşmasına baxmayaraq burada qalırdı. Bu cümlədə zərfin əlavəsi yoxdur. Bəzi problemlərlə qarşılaşmasına baxmayaraq zərfliyin xüsusiləşməsidir. Hamısı bir yerdə xüsusiləşmiş qarşılaşdırma zərfliyidir. Budaq cümlə baş cümlədəki əvəzlik qəlibin məzmununu açır. Baxırıq, burada orada sözü var, əvəzlik qəlibdir. Burada bold ifadəsi var, əvəzlik qəlibdir. 3-də verilən fikir iki cümlə ilə bağlı, doğru fikirdir. Bizə lazımdır ki, iki cümlə ilə bağlı yanlış olsun. 3 sadəcə sonuncu cümlə ilə bağlı yanlışdır. Bunu cavab kimi götürə bilmirik. Bu bizim şərtimizi ödəməyəcək. Biz cavab kimi hələlik götürmüşük nəyi? Bir də veriləni. Budaq cümlə baş cümlədən öncə işlənmişdir. Birinci verilən nümunədə budaq cümlə baş cümlədən öncə işlənmişdir. Amma qalan digərlərində baş cümlə budaq cümlədən öncə işlənmişdir. Gördün? İkisi ilə bağlı yanlış oldu, 4-ü götürdüm. Heç bir cümləyə aid olmayan fikir istəyir bizdən. Tamamlıq zərflə, əlavəsi ismi birləşmə ilə ifadə olunmuşdur. Bəli, buranın sözü tamamlıqdır və zərflə ifadə olunub. Əlavəsi də kəndin səfalı yerləri ismi birləşmə ilə ifadə olunmuşdur. Bu, ən azı bir cümləyə aid edə biləcəyim bir fikirdir deyə cavab kimi götürmədim. Budaq cümlədə feili bağlama ilə ifadə olunan zərflik var. Heç birində feili bağlama ilə ifadə olunan zərflik yoxdur. Birinci verilən nümunədə yoxdur. İkincidədir. Sonuncuda isə feili bağlama hamısı bir yerdə tərkib yaratmış olur. Feili bağlama yox, tərkibi var maksimum orada. 1, 4, 6 olacaq sənin cavabın. 19. Mətnə bağlı verilən fikirlərdən ikisi doğru və ya yanlış olma baxımından fərqlənir. Həmin iki fikri müəyyən etməyimiz lazımdır. İkinci Dünya müharibəsi başladıqdan 3 il sonra Hodkin yeni araşdırmalara maraq göstərir. O, Alexander Fleming tərəfindən 1928-ci ildə kəşf edilmiş penisilin tədqiqinə başlayır. Demək, penisilini bu kəşf eləmir. Məlumdur ki, müharibə illərində bakteriyaların törətdiyi infeksiyon xəstəliklərin müalicəsi üçün belə bir preparata olduqca böyük tələbat var idi. Lakin penisilin kimyəvi tərkibi demək olar ki, naməlum qalmışdı. Bu səbəbdən onun sintezi və kütləvi istehsalı qeyri-mümkün idi. Belə çətin və mürəkkəb elmi kəşfə məhz Dorothy Hodkin imza atdı. Penisilin kimyəvi tərkibinin naməlumluğu onun sintez prosesini reallaşdıra bilməməsi ilə həll edildi. Bu yanlış bir fikirdir. Tərkibi naməlum idi, ona görə də bunun sintezi qeyri-mümkün idi. Onun sintezi prosesi ilə reallaşdıra bilməməklə həll edə bilmərik axı. Çünki problem olaraq qalmış olur. Hodkin araşdırmalara başlamasının məntiqi yekunu penisilini kəşf eləmir. Penisilin onsuz da kəşf edilmişdir. Mətndən həm elmi kəşfin əhəmiyyəti, həmçinin konkret tarixi şərtdəki problemlə bağlı tez çıxarıla bilər. Tezis oxuduğumuz mətndən çıxardığımız qənaətdir. Bu mətni oxuyanda da ki, o qənaətləri çox rahat şəkildə çıxarda bilərsən ki, penisilinin kəşfində nəyə ehtiyac var idi, nəyə görə tələbat var idi, həmçinin elmin burada rolu nə idi? Bunları da oxuyub o ideyanı buradan çıxarmaq çox bəsitdir. 4. Kütləvi istehsalın mümkünsüzlüyü məsələsi mətndə problem kimi qoyulan tərəflərdəndir. Bəli, kütləvi istehsalı qeyri-mümkündür. Bu da bir problem idi mətndə. Çünki mövcud vəziyyətdə insanların qabağında bir əngəl kimi durmuşdu. Müharibə dövründə səhiyyə sisteminin ehtiyaclarının qarşılanması yerli xalqın üzərinə düşürdü. Bununla bağlı heç bir fikir görə bilmirik mətndə. Cavab olacaqdır 3-dən 4. Doğru qalanlar da yanlış. 20. Hansı variantda verilmiş nümunənin aid olduğu əməli yazının təşkilində təşkilat tərəfindən ayrılmış komissiya iştirak eləmiş olur? Təşkilat tərəfindən ayrılmış komissiyada iştirak eləmiş olurdu. Aktda. Demək bizə nə lazımdır? Akt. A-da verilən nümunə daha çox anotasiya oxşuyur. 5 arayışa oxşuyur. Cavab olur C. D-da verilən nümunədə bu daha çox etibarnamə oxşuyur. E variantı isə müəyyən bir əmr falan mənasında ola bilər. 21. Aşağıdakı mətndə nələri müşahidə edə bilirik? Qocanın divarında o məlum hadisədən sonra simləri çıxarmış tar asılmışdı. Kim çalır deyə soruşdum. Qoca gözlərini dolduraraq kədərli, bir zamanlar mən çalardım. O mənim ən yaxın dostum idi.
Sual verənin kinayəli münasibətini biz mətndə müşahidə edə bilmirik. Mətndə ümumiyyətlə hər hansı bir kinayə yoxdur, daha çox kədər var, müəyyən bir emosionallıq var. Qocanın hal-hazırki emosional vəziyyətini görə bilərik. Bəli, nə deyildi? Qoca gözlərini dolduraraq kədərli. Qocanın tarla uzun müddət bir yerdə olduğunu, bəli. Bir zamanlar mən çalardım, o mənim yaxın dostum idi deyir. Qocanın oponentinin cavabı reaksiyasını görə bilmirik. Yəni qocanın oponentinin cavabı olan reaksiyasını görə bilmirik ki, bu qoca bu cavabı verəndən sonra o sualı verən adam necə bir reaksiya vermiş olur? Qozanın darla bağlı kədərli hekayəsi olduğunu, bəli, onu deyə bilərik. Çünki qoca gözlərini dolduraraq kədərli demiş olur. Ona görə cavab ola bilər burada 2, 3, 5. 22. Cədvəldən uyğun fikirləri müəyyənləşdirmək lazımdır. Qasım ağa qızı Südabəni oxudur. Milli hökumət yaranandan sonra o kasıb kəndli uşaqlarına dərs demək istəyir. Atası o təbəqəyə yuxarıdan aşağı baxdığı üçün qızının dövlət işində çalışmasını istəyir. Südabə öz təkidi ilə atasını razı salır. İndi ata və Südabə obrazlarına bağlı fikri seçməliyik. Dünya görüşünə status və prestij mərkəzi düşüncə yer alır. Bəli, bu da istəyirdi ki, qız oxusun, status olsun, müəyyən bir prestij olsun. Ən azından atanın özü davranışında bunu görə bilərik ki, adam qızının dövlət işində çalışmağını istəyirdi. Sonra sosial mövqeyi təhsildən üstün sayırdı. Bəli, sosial mövqeyi təhsildən üstün sayırdı. Daha sonra maddi statusdan çox insan dəyərləri təbii ki, üstün tutmurdu bu adam. Yuxarı təbəqə iyerarxiyasına möhkəm bağlıdır. Xeyr, bu atasıydı. Südabə ona bağlı deyildi. Elə olsa da atasının dediyini eləyərdi. Öz təkidini atasına razı salmazdı. Daha sonra pasiv itaətkarlıqdan kənar davranış səsləyir. Bəli, atası nə deyir, ona itaət eləmir. Əksinə atasına razı salır və öz istəyini həyata keçirir. 23-cü sualına davam eləsək, deyir ki, aşağıdakı cümlənin aid olduğu üslubu və üsluba aid olmayan fikri müəyyənləşdirmək lazımdır. Mətni oxusaz, buradakı verilən nümunəni görsək, nümunə olacaqdır rəsmi işgüzar üsulda. Ona görə biz anlayacağıq atla kənara. Çünki müəyyən bir əmrdir. Rəsmi işgüzar üsluba aid olmayan fikri seçməliyik biz. Təmtəraqlı qərib və şablonlu nitqlə Lordin keçidində yerləşmir. Bəli, düz deyir. Rəsmi işgüzarla bağlı elə bir fikir yoxdur. Yəni bu təmtəraqlı qəriblə şablon nitqlə Lordin keçidində yerləşmir. Həmin orada yerləşmə məişədə aid olan bir şeydir. Sonra lüğət tərkibi yığcam, sintaksi məhduddur, geniş dildə cavab olacaqdır variantı. Bilavasitə ictimai məzmun daşıyan bu və ya digər məqalələrin dili deyil, düz deyil. Çünki o elmi, daha doğrusu rəsmi publistikaya aid olacaq bir fikir, bir hökmdür. 24. Cümlədə işlənmiş əlavə ilə eyni olan cümlələri müəyyənləşdirmək lazımdır. Bax, nə etmişlər? Dayanmışdılar. Harada? Daşların arxasında. Əlavə nə aiddir burada? Yer zərfliyinə aiddir. Unutmayın ki, yurdumuzu, doğma torpaqlarımızı igidlərimiz işğaldan azad ediblər. Bax, azad ediblər. Haranı? Haranı tamamlanan sualdır. Birdə isə yer zərfliyi işlənsəydi biz cavab götürə bilərik. İşləmədik, ona görə atla kənara getdim. 2. Əlbəttə, kəndimizə getməliyik. Bax, getməliyik. Haraya? Kəndimizə yer zərfliyinin əlavəsi var. Daha sonra hərəkət edirdi. Kim? Qonaqların əksəyə. Haraya? Məkkəyə. Burada da yenə əlavəni görə bilərsən. 4. Burada əsas çaşdıracaq cümlə 4-dür. 4-ə diqqət etmək lazımdır. Cümlənin xəbərində görsən məsələr var. Mübtədanı tap. Qocanın arzusu. Mübtədanın sağında cümlə üzvü kimi görünən nümunələr cümlə üzvü deyil. Qocaların arzusu mübtəda, oralara getmək xəbərdir. Əlavə xəbərin ifadə vasitəsinin aslı tərəfinə aiddir. Zərfin falan əlavəsi deyil, nə də xəbərin əlavəsi deyil. İclasdan sonra hamımız rayona gedəcəyik. Gedəcəyik oraya, rayona. Bax, zərfin əlavəsi budur. Müstəqil şəkildə cümlə özü kimi işlənədir. Sonra bunlar 2, 3, 5-də verilənlər. Və sonuncu sual. Məşhur o vasitə siniflə bağlı olan sual məsələsidir. Nümunə ilə bağlı doğru fikirləri müəyyənləşdirmək lazımdır. Doğru şairlər buraxılmışdır. Axı mühəndislər gəlmədilər deyə üzünü bir qadirə tutdu. Bax, bu verilən nümunədə vasitəsiz nitq başlayır. Vasitəsiz nitq başladığına görə biz bunu müxtəlif şəkildə başlada bilərik. Və fikir versən, bu daha çox hansısa bir dialoqun tərkib hissəsindən gəlmiş olur. Əgər sən bu cümləyə dialoqun tərkib hissəsindən yanaşsan, bu ifadəyə tirə işarəsi qoyub başladacaqsan. Axı mühəndislər niyə gəlmədilər? Burada da sual, tire, deyə üzünü briqadirlərə tutdu. Nöqtə, tire. Buranı yoxlayacaqlarına, vergil, proseslə maraqlanacaqlarına söz vermişdilər axı. Burada yenə nöqtə, çünki onlar sözü böyük yazıb. Onları, tire, mühəndisləri gözləyək, vergül, sonra gedək. Burada da nöqtə işarəsi qoyacaqsan. Və yaxud da sən bu cümləni dırnaqla başlada bilərsən. Vasitəsinik dırnaqla başlayır. Axı mühəndislər niyə gəlmədilər? Deyə üzünü bir qadirlərə tutdu. Buranı yoxlayacaqlarına, proseslə maraqlanacaqlarına söz vermişlər axı. Onları, tire, mühəndisləri gözləyək, sonra gedək. Bu vəziyyətində də sonda dırnağa bağlayıb dırnaqdan sonra nöqtə qoyacaqsan. 2 hal, 2 vəziyyət mümkündür. İndi bu uyğunlaşdırmağa çalışaq. Deyək ki,
Sonuncu vasitəsiz nitqli cümləyə, sonuncu vasitəsiz nitqli cümlə hansıdır? Onları, yəni mühəndisləri gözləyək, sonra gedək. Bunun rəngini dəyişim. Baba budur. Sonuncu vasitəsiz nitqli cümləyə gəl sözünü artırsaq, sondakı duruş işarəsi dəyişər. Xeyr. Gəl ədatdır. Cümləni belə eləyə bilərsən ki, gəl onları gözləyək, sonra gedək. Sən bura gəl artırmaqla sadəcə nə edəcəksən? Gəl cümlənin əvvəlində yazsan, onu kiçiyə yazacaqsan, gəlin yazın böyük yazacaqsan. Və feilin şəklini dəqiqləşdirəcəksən. Ona görə birdə verilən fikir sənin şərtini ödəmir. Çünki o durğu işarəsinə təsir eləmiş olmur. Gəl mühəndisləri gözləyək, sonra gedək mənasında şərtimiz ödəməyəcək. Daha sonra ikinci vasitəsiz nitqli cümlə əvvələ keçirilsə, duruş işarəsinin sayında fərq olmaz. Bu məqamda artıq bu cümlələri yazıb müqayisə eləmək lazımdır. Yəni bunu şifahi şəkildə baxacağın bir şey yoxdur. İndi sən gətirəcəksən, əslində məntiqlə də görə bilərsən. Baba bu bizim birinci cümləmizdir. Baba birinci cümləmizdir. Bunu keçirək əvvələ. Gəl cümləni belə yazaq. Yazaram ki, buranı yoxlayacaqlarına qısa yazaram. Vergül. Proseslə maraqlanacaqlarına söz vermişdilər axı. Cümlə bundan başlayır. Ondan sonra da yazıram o birisini. Bura qoyacağım nöqtə. Axı mühəndislər niyə gəlmədilər? Sual tiri deyə üzünü briqadirlərə tutdu. İndi nöqtə tiri özündən sonra bunu yazacaqsan. Onları tiri mühəndisləri gözləyək vergül. Sonra bir yerdə dur da. Sonra gedək. Bu vəziyyətdə cümlən dəyişəcək. Yenə ya tire ilə başladacaqsan, ya da ki dırnaqla başladıb, sonra dırnağı bağladacaqsan. İndi ki duruş hallərini sayaq bu vəziyyətdə. Bizə lazımdır ki, ikinci vasitəsində ki, cümlənin əvvələ keçsə, duruş haləsinin sayında fərq olmaz deyə. Bu fikrini təsdiq edən yaxud da ki yalanlayaq. Baxıram bu vəziyyətində mövcud halında duruş haləsini saymaya çalışıram. Əgər tire ilə başlasaq 1, sonra burada sual 2, o biri tire 3, briqadirlərə tutdu nöqtə tire 4, 5, buranı yoxlayacaqlarına vergül 6, söz vermişlər axı nöqtə 7, onları əlavə işlənir tire 8, gözləyək 9, sondakı nöqtə 10. 10 dənə duruş işarəmiz var. Biz bunu tire ilə başladanda. İndi bunu bəs tire ilə başlasaq nə olacaq? Gəl sayaq. Bir əvvəldə tiremiz var. Yoxdan sonra vergül var. Sonra burada axıdan sonra nöqtə var. Düzdürmü? Sonra axı mühəndislər niyə gəlmədilər? Sual tiri oldu 5 dənə. Üzünü bizə tutdu vergül tiri oldu 6, 7 dənə. Sonra 8, 9, 10. Görsən, istəyirsən cümləni əvvələ keçir, həmin cümləyi sən keçirmə. Yenə də duruş işarəsinin sayında fərq yaranmır. Dırnaqla olsa dırnağı sayacaqsan, olmasa dırnaq sayacaqsan. Yenə deyirəm, hər iki vəziyyəti mən sənə yazıram ki, sonra demək ki, bəlkə dırnaqla qurduqdu cümlə. Nəticə etibarı nə şeydir, heç nə dəyişməyəcək. Yəni ona görə biz ikidə verilən fikri cavab kimi götürə bilirik. Sonra ikinci vasitəsiz nitqli cümlədən fe'li birləşmələrdən biri çıxarılsa, vasitəsiz nitqlər duruş işarəsinin sayında dəyişiklik olacaq. İkinci vasitəsiz nitqlə bağlı cümləmiz hansıdır? Budur. Buranı yoxlayacaqlarına proseslə maraqlanan söz vermişlər axı. Bura bizim ikinci vasitəsiz nitqli cümləmizdir. Fe'li birləşmələrdən biri çıxarılsa, vasitəsiz nitqlər duruş işarəsinin sayında fərqi olmur axı. Sən fe'li birləşmələrdən birini çıxarsan, buradakı vergül gedəcək, həmcinslərlə bağlı duruş işarəsinin sayında fərq yaranmış olur. Vasitəsizlə yox. Çünki bunların arasında qoyduğun vergülün vasitəsizlə bağlı duruş işarəsində dəxli yoxdur. Həmcinslərin duruş işarəsidir. 3 nöqtə 2 vergül 4 ilə bir sual işarəsi buraxılmışdır. Bu ola bilər də. Bax, 3 dənə nöqtə işarəsi varmı? Bəli. Biri burada, biri burada, biri burada. 3 dənə nöqtə var. 2 dənə vergülümüz varmı? Bəli. Biri sadalamaydaydı. Biri buradadır, bir də buradadır. 2 dənə vergülüm var. 4 dənə tiri bir sualımız var. Tiremiz də biri burada, biri sonra burada, biri burada, biri də əvvəldə. Aha, biz bunu cavab kimi götürə bilərik. Burada bir sıxıntı yoxdur. Vasitəsiz nitqin sonuncu cümləsi müəllifin sözündən sonraya keçirilsə, ilk hərfi böyük yazılan sözlərin sayında fərq olmaz. Vasitəsiz nitqin sonuncu cümləsi hansıdır? Onları, yəni mühəndisləri gözləyək, sonra gedək. Sonuncu cümləsi müəllifin sözündən sonraya keçirilsə, ilk hərfi müəllifin sözü hansıdır? Burada da. Baba bura. Yəni sənə demək istəyir ki, onları ilə başlayan cümləni üzünü briqadirlərə tutdu cümləsindən sonra yazsan, ilk hərfi böyük yazılanların sayında fərq olmaz. Düz deyir. Həmin elə bir ki, sən buranı ilə başlayan cümlə ilə onlarla başlayan cümlələrin yerini dəyişəcəksən.
Yenə B-ni da, O-nu da müvafiq olaraq böyüklə yazmış olacaqsan və sənin cavabın olacaq 5. Yəni bu sualımızın doğru cavabı D variantıdır. Bu sual daha çox tətbiq tələb edən bir sualdır. Qayda cəhətdən çox da belə çətin sual deyil. Sadəcə vaxt aparmaq və tətbiq cəhətdən yorucu bir sual olmuşdur. Belə. Ümumi bu qədər. Ümid edirəm ki, bunların sizə faydası olar.